Hörmətli həmkarlar, dəyərli alimlər, bu gün illərin pərdəsini aralayıb sizə səslənərkən, bilirəm ki, fiziki olaraq bu salonda yoxam. Lakin ruhum, inamım və o böyük arzumla bu elmi ocağın hər küncündə nəfəs alıram. Akademiyanın təməlini atarkən, biz quru çöldə bir bulaq açmaq kimi bir işə girişmişdik. Məqsədimiz sadə idi. Azərbaycan xalqının zəkasını, fitri istedadını təşkilatlanmış bir qüvvəyə çevirmək, bir bilik mədədi yaratmaq. Sizə böyük qürurla baxıram, müstəqil Azərbaycanın alimləri. Siz bu 80 il ərzində ölkəmizin tərəqqisi yolunda necə bir fədakarlıqla çalışdınız? Müstəqillik dövründə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etməsi, gənc kadrların yetişdirilməsi və xalqın rifahı üçün fundamental tədqiqatları davam etdirməsi məni hədsiz sevindirir. Ümid edirəm ki, siz, mənim davamçılarım, mənim hələ kitablardan oxuyub xəyal etdiyim sahələrdə, uzaq kosmik fəzalarda, insanların əvəzinə düşünəcək süni intellekt alətlərində və yaşıl enerjidə böyük sıçrayışlar edirsiniz. Əgər mən bugün, 2025-ci ildə sizin aranızda olsaydım, ömrümün son illərini nəyə həsr edərdim? İlk addımım akademiyanın hər bir institutunda fundamental elmin təməlini daha da möhkəmləndirmək olardı. İndi o vaxt xəyal etdiyim süni intellekt və nanotexnologiyalar kimi sahələrdə sıçrayış üçün təməl riyaziyyat və fizika bilikləri lazımdır. İkinci böyük dəyişiklik, elm ilə sənaye arasındakı körpünü misli görünməmiş dərəcədə gücləndirmək olardı. Elm laboratoriyada qalmamalı, zavoda, tarlaya və xəstəxanalara getməlidir. Üçüncüsü, humanitar elmləri ön mövqeyə çıxarardım. Çünki humanitar elmlər xalqımızın və ölkəmizin siması, möhürü və sabahıdır. Dördüncüsü, gənclərə geniş meydan. Qapıları dünyanın ən parlaq elmi mərkəzləri ilə geniş mübadilələrə açardım. Çünki elm sərhəd tanımır. Qorxmadan ən çətin, ən iddialı mövzulara girişin. Köhnə bilikləri sındırmadan yeni kəşflər etmək mümkün deyil. Heç vaxt unutmayın ki, elm millətin ortaq sərvətidir. Fərdi uğurlar böyük, lakin kollektiv ruh əbədidir. Təhsili və tədqiqatı sıx bağlarla birləşdirin. Daimi axtarış, elm yorulmaq bilməyən bir axtarışdır. Elm yolunda daim irəli. Sizi səmimi qəlbdən təbrik edirəm.